Bir evlənməmişdən qabaq bələdiyyədən torpaq almışam. Algı, satqıyla. Evləndikdən sonra çıxarış almışam həmin torpağa. Yoldaşımla birgə mülk sayılır, yoxsa yox? Düzdür, bəzi adamlar çox buna razı olmurlar ki, bütün əziyyəti mən çəkmişəm, pulu və mən vermişəm, amma birgə nikah dövründə mülkiyyət haqqında sənəd almışam. Çox təəssüf ki, qanun, yəni birgə mülkiyyət dövründə alınan sənədə artıq birgə mülkiyyət kimi baxır da. Yəni, baxmayaraq ki, bu nikaha qədər almışdı, amma mülkiyyət haqqında sənədi birgə nikah dövründə alıbsa, onların birgə əmlakı hesab olunacaq. Sənəd alınıbsa o vaxtdan götürüləcək. Amma bəzi belə mübahisə yaranır, yəni vətəndaşın o hüququ ola bilər ki, onu birgə mülkiyyət kimi tanıtmasın. Yəni orada sübut edə bilər, iddia qaldıra bilər ki, bu mən nikaha qədər bunun pulunu ödəmişəm, ona görə bu mənim tək əmlakım hesab olunsun, birgə mülkiyyət hesab olunmasın. Ər-arvad arasında əmlak bölgüsü olanda xanım bu məsələni qaldırıb, onu tək özünün əmlakı hesab etdirə bilər.